bir-birimizə. Çox bağlıyıq. Bu bağlılığa bizə yaradanla mən təşəkkür eləyirəm doğrudan da. Reper Dado Əliyev keçmiş həyat yoldaşı müğənni Natəvan Həbibidən danışıb. Bu gün TV xəbər verir ki, Astar YouTube layihəsində qonaq olan ifaçı sevgilərindən, ayrılıqdan, övladından bəhs edib. Hüsniyə Salmanova, Samir Əliyev bu gün TV verir o barədə. Yəni nə olsa da fikir verirəm də, yəni o tək qalmır, anasıdır, bacısıdır, bacısının qızıdır. Fikir verirəm, nə qədər baxmadım. Mənim öz evimdə bir adam 2-3 gündən artıq qalanda deyirəm, kişi dur bas bayraya daha bəsdir. Hamı elədir də, hamı öz rahatçılığını istəyir də. Görürsən ki, dözürlər mənə görə. Görürsən ki, hamı dözür. Yəni orada öz uqalukum, öz divanım, öz kravatım var, konkret. Hər dəfə gedirəm orada. Bir yerdə yatırıq, bir yerdə yeyirik, bir yerdə dururuq, bir yerdə PlayStation oynayırıq. Gedirik, çıxırıq, gəzirik. Targovo Center çox sevir. Yemək. Amma Natəvanla heç bir münasibət yoxdur. Natəvanla münasibət deyəndə ki, var, niyə yoxdur? Var. Natəvanla münasibət. Şəxsi də belə. Şəxsi sevgi. Yox, sevgi deyilən şey yoxdur. No, belə də mən artıq ona, o da mənə bir ailə kimi baxırıq da bir-birimizə. Bir uşağa görə məcburən bir-birimizlə biz artıq dost olmuşuq. Amma konfliktiniz olmur ki? Yox, konflikt neçə vaxt olmur. Elə bil ayrılandan sonra konflikt olmadı, hə? Yox, ayrılandan sonra təzə oldu əslində. Çox böyük konfliktlər oldu. Yox, yəni bu uşağın atasıdır, uşağın anasıdır. O mərhələyə çatana qədər, o cür formalaşdırana qədər münasibətlərinizi sevgi üzərində qurulan dövrdə olurdu. Olurdu, əlbəttə olurdu. Bizim güclü sevgimiz olub. Siz niyə yola getmədiniz? Çox güclü sevgimiz olub. Dəhşət sevmişik bir-birimizi. Mən heç kimi elə sevməmişəm. Heç vaxt. Doğrudan deyirəm. Heç kim də məni elə sevməyib heç vaxt. Bəs niyə yola getmədiniz? Nə bilim, alınmadı da, alınmadı. Sən? Yox. Nə mən, nə o. Sadəcə iki lider bir yerdə baş aça bilmir.